السلام عليك يا بقية الله في أرضه. Nafi İbni Hilal oradaki hür çəkmişdi qabağın, orada İmam Hüseyin özün getirdi. Orada İmam Hüseyin özün getirdi. 4 nəfərlə. Hür qoymadı əvvəl leşkəri ki İmam Hüseyin əmrində. İmam Hüseyin budur, bunlar əvvəldən mənnəndir, əvvəldən. Hala indi çatıblar ama əvvəldən mənnəndilər. Əvvəldən. Nə qədər insanı muxlis. Şəb-i Aşura vaxtı ki danışıldı, Həzrət buyurdu, gedin. Gedin. Ağa Şəb-i Aşura deyil, gedin. Ruz Aşura deyil, gəlin. Əcib da İmam Hüseyin dişi. Şəb-i Aşura əshabına beyətimi götürdüm, gedin. Ruz Aşura deyil, həl min nasirin yansuruni. Hər kəs də edin, mənə kömək gəlin. Niyə belə? Niyə belə? Bu cazibədir, bu cəzbədir, cəzbə tutub da. Cəzbə tutub. Həzrət çağırı biri dəndə özü ilə aparmağa. Şəb-i Aşura imtihan edik. Şöyle kim məqamı səlamda dayanır? Səlam. Nafi İbni Hilal durayı ayağa deyil. Yabnə Resulillah. Gedən döyürəm. Muqədd dayanam qapında ta öləm. İnna əla niyyatina və bəsairina. Mən bəsirətlə gəlmişəm bu yol. Bəsirəm. Öyle olsun dör ki məsələn beduni hesab kitab ki, yəni gəlmişəm tarix bina eləməyə. Tarixi tevhid. Gəlmişəm həmasə ilə irfanı bir-birinə yapışdıram. Hansı səhnədə həmasə ilə irfan bir-birinə yapışıb coz Kərbəla. Oğcu həmasə, oğcu irfan. Əla niyyatina, niyyetin də Allah'dır. Səndən bir şey yoxumdur. Gəlmişəm burada qurban olmağa. Ah, mərdan ilahi. Ruz Aşura nə cəngili, nə cəngili. Şirəndazın Şəb-i Aşura su gətirir. 3 dəfə su gətiribdir xeymələrə. Nafi İbni Hilal. Böyük bir şəxsiyyət. Və vaxtı ki varid oluyor, nə qədər tiri vardı düşməni vurdu, nə qədər əlində şəmişir düşməni vurdu. Vurdular, qollarını sındırdılar. Ozur gətirdilər Ömər ibn Sədin huzuruna. Ömər ibn Səd bax gör qollarını sındırıblar. Dedi Nafi öz başına nə oyun gətiribsən? Dedim mən pəşimon deyirəm. Vallah qollarını sındırmasaydılar axıracaq vardı. Bunlar məni tuta bilməzdi. Mən varam. Mən varam, bəsirətlə gəlmişəm. Dəstur verdi Nafi'yi öldürün. Gətirdilər meydanda Nafi'yi başın kəsələr, vurdular, zəxmi düşdü meydanda. Həzrəti Zeynəbdən nəql edir. Bir də gördük Nafi deyir, ya Hüseyin. Ədrik. Əbu Abdullah Hüseyni çağırır. Həzrət sürətlə yetişdi. Nafi haldan getmişdi. Başını aldı Nafi'nin dizi üstə. Ondan gördü İmam Hüseynin, dizi İmam Hüseynin başına dərki hala gələndə. Dedi, mən hara, bura hara. Həzrət buyurdu, Nafi dayan. Dedi, ağa, əgər bu cüzdür bir gözümün qanını silib sənə baxın. Gözümün qanını silib sənə baxın. Aldı. Aldı. Ələl ərvahilləti həllət bi finaiş. Selamı aldı, selam. İsmi selamı pərverdigarı aləmi aldı. İsmi selamı pərverdigarı aləmi almaq. Allah'tan bu feyzi almaq. Acaba feyzi müqəddəsdir. Çünki tənha cəsədi ilə huzur tapıb, ürəyi ilə huzur tapıbdır. Vaxtı ürək var,
Tikrar tarix, hadisə, yəni biz də huzur tapmaq, biz də hazır olmaq, biz də o ruhlara qoşulmaq, ruhu o ruhlara vəsl elə. Ya leytena kunna ma'akum. Ne deyirlər Aşura günü deyin, ya leytena kunna ma'akum. Ey kaş mənlə, sizlə, biz də sizlə olaydı, mən də sizlə olaydım. Yəni ruh müttəsilir ruha. Ora müttəsil olsan, Allah'tan salam alarsan, İmam-ı Sadık'dan salam alarsan, bütün enbiya ve oliyadan salam alarsan. Esselamu aleyk ya Eba Abdillah ve alel arvahilleti hallet müthimaik. Bəs Kərbəla bir araman, Aşura hayat-ı insan, insanın dirilici Aşuradadır. Oradadır. Nə cür oldu? Hür də dirildi də. Hür də o səhnəyə gələndə dirildi. Bu havada bir nəfət çəkdi, insafı varmış da. Bir sədaqəti varmış. O havada nəfət çəkdi, hür də o hava söydü. Mehrəb Abdullah Hüseyin. Əli ibn Təan Hürrün leşkərindeydi. Nəql edir ki, Hürrün leşkəri də biyabanda yol itirmişdilər. O qəs susuz, təşnəliklər, axar dəməqləridir. Çatdılar karvan Əbu Abdullah'sın. Əbu Abdullah 1000 nəfərə su verdi. Əli ibn Təan deyir, 1000 nəfərə su verdilər. Tamamı leşkəri Hür, İmam Hüseynin kasasından su içtiler. Ama adam olmadı. Hemen kasa suydu Hürce əvəzələri. İnsanlığa bir qabiliyyət buladır, feyiz alma. Əli ibn Təan deyir, axərin nəfər mən idim, çatdım. Susumdan özümü itirmişdim, halim xərab idi. İmam burada ənixir raviyə. Raviyə deyir, bilməm, raviyə. İmam burada raviyəni yatır. Yəni, bir başa düşmədim, İmam burada ənixil cəməl. Yəni, mənzurum o dəvədir. Dəvənin üstündə su var, yatıb, içkinlə dəvəni yatırtdım, məhşum başını açanmədim. İmam gəldi, özü məhşum başını açdı. Özü məhşum başını açdı, özü mənə su verdi. İmam özü mənə su içdi. Allah əşkər, rəhmətə baxı. Bu cüdvələrdir də, bu cüdvələrdir ki, hürri əvəz elədi. Hürrün ağam. Hürrü də qoşdu, hür insanlara. Azad-ı mərdanı tarixə. Hür də azad oldu özündən, nəfsindən. Ta insan bəndi nəfsindədir. Bəli. O alı yoxdur. Əfsüzdədir. Dani ki sıra əfsüzdəyi, sultan sərvər kərdi. Əfsüzdəki insanın zindəcisində ona xatırda insan bilməyib, Mevla-i həqiqisi kimlə yaşasın. Ən oğlun Allah'dır, neyməl Mevla və neyməl vəkillə, necə var? Nəfsüzdəsin. Tanrısan, sərvər oldu. Kövrək. So vaxtı Hürrü də çatı İmam-ı Məhzərinə. Deyir ki, Kufədən çıxanda, Hür deyir, Kufədən çıxanda eşitdim ki, səs gəldi. Əbşir, ya Hur, əbşir bil cənnə. Hür, sənə bişarət veriyəm behişti. Dedim, behişt. Bu nə vəhmidir mənim qulağıma gəlir. Mən Hüseynin qabağını kəsməyə gediyəm. Behişt ya cəhənnəmdir. Bilməydim, tarix əvəz olar, Hüseynə qurban olar. Və alələr vahilləti əlləti finaş. Xoşadın o tarixi dərk edənlər. O tarixə görə özümüzü bəsləyib. Bir gecə yağış yağdı, mənbərimiz təxirə düşdü. Mən o cür ki, mətalibi izafə edeydim ki, nəzmimdeydi, bəhs edəyəm. O cür olmadı inşallah.
təkmil elərik bəhsimizi gələn cələsə. Sözüm budur ki, vaxtimizi tapalım biz. Vaxt deyilər, insan gərək İbnül Vaxt ola, vaxt şinas, fərzəndi vaxt. O vaxt işi intiqab edibsən, onun sadəsisən, orada doğuluysan. Nə vaxt bətalət ya həqiqət, puç ya vaqiyi. Allah deyir, gedin yomi Allah'a, Allah'ın gününə. Yəni İbnül Vaxt oluyor, Allah'ın gününə geçsən, təcəlli ismi haqqıdır. Allah özü orada insana zilbələnəcək. Tovhid.